Bakı parada hazırlaşır. 15 oktyabr tarixli və gündəm xəbər nefrində bir xəbər diqqətinizə çatdırırıq. Belə ki, Azadlıq meydanında parad hazırlıqları başlayıb. Gündəm xəbər lentaza istinadən məlumat verir ki, Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunan parad keçiriləcək və parad noyabrın 8-də Bakının Azadlıq meydanında təşkil olunacaq. Artıq parada hazırlıqlara başlanılıb. Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Vətən müharibəsində qələbə şərəfinə məhz Zəfər paradı keçirildi. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə olunan zəfərin 3-cü ildönümünə həsr olunan hərbi parad keçirilib və 2020-ci il dekabrın 10-da keçirilən paradda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da paradda iştirak edib. 2023-cü il noyabrın 8-də keçirilən Xankəndi Zəfər paradında isə Prezident İlham Əliyev və ailəsi iştirak edib.